Salam uşaqlar. Bugün sizə əbob və əkobun toplanması, bölünməsi, vurulması və s. öyrədəcəyim. Burada misal göstərilib ki, əbob 2346 plus əkob 2346. Burada əbob 2346-da yoxlayırıq ki, 46 23-ə bölünürsə, bu zaman əbob 23, əkob isə 46-dır. Böyük ədəd kiçik ədədə bölünürsə, əbob kiçik ədəd, böyük ədəd isə əkob olur. Bunları sadə vurğulara da ayırmaq 23'ü olmur. Bir dəfəyə 23 yazırıq. 46-nı isə 2-yə bölürük 23. 23'də 23'ə bölürük 1. Bunlarda əkobu tapmaq üçün burada 23 var və 2 var. Əkob azgöz olduğuna görə bunları götürür. Əbob isə sadəcə ortaqları götürür. Və 46 plus 23 bərabərdir 69. İndi isə burada əbob 32 64 çıxılsın əkob 12 24 nümunəsi verilib. Burada əbobu tapdıqda yenə yoxlayırıq. Əbob əkoba bölünürsə, bu zaman kiçik ədəd əkobdur, yox əbobdur, böyük ədəd isə əkobdur. İndi 64 32-yə bölünür. Burada əbob 32-dir. Çıxılsın əkob 12 24. 24 12-yə bölünür, 2 alınır. Buna görə də əkoblarını çıxırıq. 24 bərabərdir 8.